Hamıya salam, hər birinizi kanalımda xoş gördüm. Uzun bir aradan sonra yenə yeni və fərqli bir reseptlə qarşınızdayam. Bugün qırmızı mərcidən çox dadlı, ləzzətli bir çörək hazırlayacağam. Əvvəlcə gecədən yuyub yaxşıca qurutduğum qırmızı mərciləri toz halına gətirirəm. Toz halına gətirdiyim mərcilərə bir ədəd yumurta vururam. Mən yumurtanın qoxusundan narahat olduğum üçün bir dənə istifadə elədim. Siz daha doyumlu olmasını istəsəz 2 ya da 3 yumurtadan da istifadə edə bilərsiniz. Daha sonra bura bir armud stəkanına bir qədər az duru yağ, bir armud stəkan su, bir armud stəkan qatıq əlavə edirəm. Daha sonra xırda doğradığım şüyüdü, duzunu, istiotunu və bir çay qaşığının ucunda da azca soda əlavə edirəm. Yaxşı qarışdırıb yağladığım keks qabını əlavə edirəm və əvvəlcədən isitdiyim sobaya göndərirəm. Hardasa 15-20 dəqiqəyə hazır olur. İnanın o qədər ləzzətli alındı ki, mərci sevməyən övladınız varsa və yaxud pəhrizə yeni başlamısınızsa bu resepti mütləq yoxlayın. Bir dilimi saatlarla tox saxlayır. Resepti sınayıb fikirlərinizi şərh bölməsində bizimlə paylaşmağı unutmayın. Hələlik.